Xəcalətdən, utanmaqdan ki, Allah məni görürmüş deməli, mən ona günah eləyə-eləyə Allah mənə baxırmış, o xəcalətdən utanıb dünyasını dəyişir. Bunu bir dənə insan başa düşsə, amma biz 10 neçə ildə eşidirik, başa düşmürük. O ərəb bir günə başa düşdü. Bir günə başa düşdü, amma biz danışırıq, başa düşmürük. Biz anlamırıq, başa düşmürük, kimə günah eləyirik, kimin huzurunda yox. Birinci öz ünvanıma deyirəm, insanın ürəyi nə qədər bərk ola ki, bu sözlər insanın ürəyində təsir qoymuyor. O bircə dəfə iman gətirməklə anladı nə var nə yox, başa düşdü. Həyadan yaşaya bilmədi, utandığından öldü ki, Allah mənə baxa-baxa mən günah eləmişəm. Harada olsaz Allah sizlə. Bu bir cümləni başa düşün. Səhl şuşləri alimlərimizdən biridir, müəyyən mənada deyərəm ki, böyük mənəvi məqama sahib olan alimlərdəndir. Bu insanlardan da hərdən cəmaat gəlir, soruşur ki, sən necə oldu belə oldun da, hamı kimi dörsən sən. Bundan da gəlib soruşdular ki, sən necə oldu ki, belə məqama çatdın. Deyim, mənim 7 yaşım var idi, daimlə bir yerdə qalırdım. Gecə durdum, bir ehtiyac üçün, uşaq idim, 7 yaşda uşaq. Gördüm, daim namaz qılır, ibadət eləyir, əbanı çalıb çiyninə. Xoşum gəldi onun halından. Gəldim, mən də 7 yaşımda uşağım, oturdum yanında. Daim dedi ki, get yat, sən nəyə oturmuşsan? Dedi, yox, mən də istəyirəm ibadət eləyəm. Dedi, get yat. Getdim, yatdım, səhəri duranda yenə gecə vaxtı idi, yuxudan oyandım, gördüm, daim ibadət eləyir. Gəldim yanında oturanda dedim, mən də istəyirəm o sözləri deyəm, sən dediyin sözləri. Deyim, mənə bir dənə zikr öyrətdi. Dedi ki, üzü qibləyə otur, bu sözü dinən, ya hazır o, ya nazir. 2 cümlənidir. Hazır ki, yəni ey hazır olan Allah və nazir də görənə deyərlər. Ey Allah ki, məni görür, hər şey görür. Ya hazır o, ya nazir, bu zikri dedim. Deyir, səhər yenə durdum, oturdum, dedi, indi məsələn 5 dəfədir, sonra 7 dəfədir. Sonra deyir, daima ehtiyac olmadı, o zikrin şirinliyi elə məni özünə cəzb elədi. Mən elə özüm hər gecə durub o zikri deyirdim uşaq vaxtımdan. Sonra elə böyüyə-böyüyə bu sözün barəsində fikirləşdim və məni adam eləyən elə bu ya hazır o, ya nazir oldu. Mən ona görə adam oldum ki, uşaqlıqdan başa düşdüm ki, Allah mənə baxır. Nəyim var elə bu zikirdən oldu. 2 cümləni başa düşdüm, 2 cümləni anladım. Xoş o adamların halına ki, evlərində belə ağsaqqallar olsun ki, onları hidayət eləsin. İndi zaman dəyişib, ağsaqqallar cavanlarla dalaşır ki, namaz qılma. Ata qızına deyir, başı aç. Bu dəhşətdir, bu böyük faciədir. Ata qızına deyir ki, başı aç, məni biabır eləmə. Qardaş bacıya deyir. Həyat yoldaşı var, xanımdır, başına hicab bağlamaq istəyir, əri qoymur. Ağsaqqal kişidir, sası saqqalı ağarıb, oğul, uşaq ona din öyrədir və ona gülür, məsxərə eləyir, ona qadağan eləyir. Belə bir zamanda, amma qədim belə dördü əvvəllər. Əvvəllər ağsaqqallar cavanlara yol göstərərmiş. Demirəm,